vaxtlar Çinlə Azərbaycan arasında əlaqələr getdikcə dərinləşir. İqtisadi sahədə mühüm layihələrə imza atan Azərbaycan və Çin arasında yüksək xəttlə inkişaf edən münasibətlər sonradan strateji tərəfdaşlığa qədər gəlib çıxdı. Müxtəlif sahələrdə bir sıra sənədlərin imzalanması, xüsusilə də iqtisadi əlaqələrin inkişafı münasibətləri yeni bir mərhələyə daşıdı. Bu məsələni İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə ilə birlikdə müzakirə edəcəyik. Xoş gördük Nicat müəllim. Xoş gördük, təşəkkür ederim. Nicat müəllim, öncə elə bundan başlayaq ki, Azərbaycan prezidenti deməli Çinin Sinxua agentliyinə müsahibə verib və müsahibədə Çin-Azərbaycan münasibətlərindən danışıb və bildirib ki, son vaxtlar irəliləyən münasibətlər ölkələrimiz arasında yeni bir səhifə açdı. Söhbət hansı, yəni son layihələrdən nəzərdə tuturam, söhbət hansı layihələrdən gedir ki, bu bizim münasibətlərimizi yeni bir mərhələyə daşıdı? Bildiyiniz kimi, Çin Xalq Respublikası dünyada əsas qlobal iqtisadi oyunçulardan hesab olunur. Həm böyük 7-lik, həm böyük 20-lik çərçivəsində həm Avropa İttifaqının, həm Birləşmiş Ştatların, həm Asiya bazarlarının əsas təchizatçısı kimi tanınır. O cümlədən Ərəb körfəzi ölkələrinin. Əgər Birləşmiş Ştatlar dünyanın qlobal maliyyə mərkəzi hesab edilirsə, Çin dünyanın qlobal istehsal mərkəzi hesab olunur. Bu baxımdan iki qütb arasında daimi olaraq bildiyiniz kimi bu gün də hər hansı bir ticarət tarifləri üzərindən proseslər davam edir. Azərbaycan Çin Xalq Respublikası ilə münasibətləri digər bundan əvvəlki illərlə müqayisədə inkişaf etmişdir. Hətta Çin Xalq Respublikası Şərqi Asiya regionunda Azərbaycanla ilk diplomatik münasibətlərini quran və bizim Cənubi Qafqazda ilk səfirliyini açan ölkədir, müstəqilliyimizi əldə etdikdən sonra. Və bizim iki ölkə arasındakı münasibət həm iqtisadi zəmində, həm siyasi zəmində əvvəlki illərlə müqayisədə get-gedə hər hansı bir zəifləmə baş vermədən yüksək trendlə, müsbət trendlə davam edir. Və bizim əsas Çin Xalq Respublikası ilə bir yerdə son 10 il ərzində əsas iqtisadi müzakirə mövzumuz bir kəmər, bir yol layihəsi çərçivəsində və bu kəmər ətrafında formalaşan ölkələr və bu Çindən Avropaya, Çindən digər ölkələrə, qərb ölkələrinə daşınmaların həyata keçirilməsində rol oynayan ölkələrlə əsas iqtisadi müzakirələri bundan ibarətdir. Biz bu müzakirələri iki aspektə bölə bilərik. Burada həm Azərbaycanın öz şəxsi iqtisadi maraqları ki, Çin Xalq Respublikası ilə bir yerdə qarşılıqlı investisiya mübadilələri, Azərbaycanın Çinə birbaşa investisiyaları, Çinin Azərbaycana birbaşa investisiyaları, o cümlədən qarşılıqlı ticarət əlaqələridir. O cümlədən bizim, yəni ümumilikdə dövlət başçısının səfəri çərçivəsində ki, bundan əvvəl də müxtəlif çoxsaylı səfərlər həyata keçirdib. Bu səfərlərin əsas iqtisadi mövzusu bu iki istiqamətləri əhatə edir. Burada həm nəqliyyat, logistika infrastrukturu ki, Azərbaycan Avrasiyanın ən geniş şaxəli nəqliyyat infrastrukturuna, yəni nəqliyyat hubuna malik ölkədir. Xüsusən də Asiyadan Avropaya getmə istiqamətində müxtəlif yollar varsa, bunlardan biri də orta dəhlizdir. Bəli. Və bu da burada ən yaxşı əlverişli şərait həm infrastruktur nöqteyi nəzərdən, həm iqtisadi dividendlər nöqteyi nəzərdən Azərbaycan olduğu üçün Çin Xalq Respublikası da Azərbaycanla bu istiqamətdə deməli, daimi şəkildə iqtisadi münasibətlərini inkişaf etməkdə maraqlıdır və xüsusilə qeyd eləmək istəyirəm ki, hər iki ölkənin özünün qarşılıqlı iqtisadi münasibətləri bir-biri ilə bütün nöqtələrdə toqquşur, yəni bir yerdə, bir nöqtədə cəmlənir və bu o deməkdir ki, bizim gələcək illərdə Çinlə Azərbaycan arasındakı iqtisadi əlaqələr daha da artacaqdır və xüsusilə qeyd eləmək istəyirəm ki, Çin Azərbaycanın dördüncü, yəni ilk beşlikdə yer alan əsas xarici tərəfdaşıdır. Azərbaycanın ümumi idxalının 20%-ə yaxın hissəsi Çindən gələn məhsulların payına düşür. 2024-cü ilin statistikasına baxanda biz görə bilərik ki, 2023-cü illə müqayisədə Çinlə Azərbaycan arasındakı xarici ticarət dövriyyəsi 20%-dən çox artaraq 4 milyard ABŞ dolları səviyyəsini keçmişdir. Və bu da təbii ki, Azərbaycan üçün ümumilikdə çox müsbət bir tendensiyadır. Və bir məsələni də qeyd eləmək lazımdır ki, Azərbaycan əsas qeyri-neft sənaye istehsalında
istehsalın artma deməli komponentlərindən biri də Çin Xalq Respublikasından ixal olunan aralıq və xammal məhsullardır ki, hansı ki bu bizim sənaye istehsalımızda mütəmadi şəkildə istifadə olunur. Aydındır. Bu yaxınlarda ümumiyyətlə vizasız gediş-gəlişin təmin olunması ilə bağlı saziş imzalanacaqdır. Ümumiyyətlə soruşmaq istəyərdim ki, bir sıra sahələrdə əlaqəmiz indi mövcuddur. Bəs bu vizasız gəliş-gediş turizm baxımından Azərbaycan iqtisadiyyatına nələr qazandıracaq? Əlbəttə ki, bilirsiniz ki, bundan əvvəlki dövrlərdə də, hətta viza rejiminin olduğu müddətdə də Çin Xalq Respublikasından Azərbaycana çoxlu sayda turistlər gəlib. Bəli. Və o cümlədən əksinə Azərbaycan vətəndaşların bir hissəsi həm işgüzar məqsədli, həm biznes məqsədli, həmçinin də səyahət məqsədi ilə Çin Xalq Respublikasına səyahətlər edirlər. Azərbaycan nöqteyi nəzərdən məsələyə baxdıqda, təbii ki, viza rejiminin liberallaşması Çindən Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Bu, həm Azərbaycanın təbii ki, iqtisadi gəlirlərinin də artmasına, xüsusən də burada turizm şirkətlərinin qazanclarının artmasına öz müsbət təsirini göstərəcək və həmçinin Azərbaycanda qonaqlama və otel şəbəkələrinin əlavə gəlir əldə etmə imkanlarını artıracaq və nəzərə alsaq ki, Çin Xalq Respublikası dünyanın ən çox əhali sayına malik ölkəsidir və Azərbaycan oradan əldə edəcəyik, yəni Çindən gələ biləcək turistlərin yalnız səyahət məqsədi ilə deyil, o cümlədən işgüzar məqsədlə, peşəkar biznes məqsədi ilə gələcək şəxslərin deməli qonaqlamasında və onların Azərbaycanın coğrafi gözəlliklərinin görülməsində, o cümlə digər proseslərdə öz rolunu oynayacaqdır. Və dediyim kimi, səyahətdən əlavə bu biznes işgüzar səfərlərinə də öz müsbət təsirini göstərir. Zaten bundan əvvəlki müddətdə də Çinli investorların Azərbaycana gəlməsi müşahidə olunurdu, amma bu prosesin daha da liberallaşması onu göstərir ki, Çin özü bir ticarət biznes ölkəsidir həmçinin və onlar dünyaya genişlənməkdə davamlı şəkildə, deməli, sürətli şəkildə genişlənirlər və Azərbaycan da Çinli investorların müxtəlif sənaye sektorları üzrə marağındadır. Bu, həm də gələn turistlərin ki, onların tərkibində biznes iş adamları da ola bilər, sahibkarlar da ola bilər. Azərbaycanla bağlı, deməli, araşdırmalarında, Azərbaycanda investisiya qoyuluşlarında, Azərbaycanla ticarət münasibətlərinin daha da genişləndirilməsi və intensivləşdirilməsində öz müsbət rolunu oynaya bilər. Bu baxımdan təbii ki, bu viza rejimində liberallaşdırması özü-özlüyündə Azərbaycanın həm iqtisadi, həm turizm, həm büdcə gəlirlərinin də artmasına öz müsbət təsirini göstərəcəkdir. Nicat müəllim, biz az öncə Çin-Azərbaycan əlaqələrindən danışdıq. Mən indi burada bilmək istəyirdim, Çin-Azərbaycan əlaqələri gələcəkdə Cənubi Qafqazın inkişafına nələr verəcək? Çünki biz bilirik ki, Cənubi Qafqazda Azərbaycan ən inkişaf və ən böyük dövlətdir. Bəli. Azərbaycan Cənubi Qafqazda ümumdaxili məhsuluna görə və xarici ticarət dövriyyəsinə görə, o cümlədən iqtisadi dividendlərinə görə ən yüksək paya malik olan ölkədir və o cümlədən iqtisadi cəhətdən dominant bir ölkədir. Bəli. Həmçinin Çin Xalq Respublikası öz regionunda, nəinki öz regionunda, ümumilikdə Asiya regionunda, həm Cənub-Şərqi Asiya, həm Mərkəzi Asiya, həm Şərqi Asiya, hansı ki, orada da Yaponiya və Cənubi Koreya yerləşir, həmin bölgənin dominantıdır. Təbii ki, biz indi hər iki regionu bir-biri ilə analoji müqayisəsini aparmağımız da düzgün olmaz, həm bu coğrafi nöqteyi nəzərdən. Amma hər bir ölkə özü-özlüyündə öz regionunun iqtisadi dominantıdır. Və bu o deməkdir ki, Çin Xalq Respublikası həmçinin də orta dəhlizdən istifadə edərək öz məhsullarını qərb regionlarına, yəni qərb bazarlarına çıxartmaq üçün Cənubi Qafqazın imkanlarından istifadə etməlidir. Burada da əsas imkanlar birinci növbədə əsas dominant oyunçu Azərbaycanın, ikinci isə Gürcüstanın burada payına düşür. Bu yaxında da bildiyiniz kimi Gürcüstanın prezidenti Azərbaycana rəsmi səfər etmişdir və bizim dövlət başçısı da orada sırf bu logistik nəqliyyat mərkəzi ilə bağlı vurğulamışdı ki, bir sıra dairələr başqa xəttlərdən və yaxud digər ölkələrə təşviq edirlər, amma bildirməyimiz lazımdır ki, bu regionda əsas olaraq Azərbaycan və Gürcüstandır ki, nəqliyyat logistika proseslərində daha aktiv iştirak edəcək və gələcək dövrdə potensial bundan ibarətdir. Bu gün bizim əsas müzakirə mövzumuz Çindən daha çox budur. Çünki
biz xarici ticarət deməli münasibətlərinə də hər zaman toxunmalıyıq. Bu intensiv şəkildə qalmalıdır. Xüsusən də Çin miqyas nöqteyi nəzərdən elə bir ölkədir ki, orada həm alıcılıq nöqteyi, qabiliyyət nöqteyi nəzərdən bizim üçün ən əlverişli ölkələrdən biridir. Çünki Azərbaycanın özünün qeyri-neft ixracının artmasına gələcək illərdə çox böyük ehtiyacı var və Çin Xalq Respublikası da bu ehtiyacın ödənilməsində, daha sürətli ödənilməsində rol oynaya bilər. Yəni bizim əsas müzakirə mövzumuz dediyimiz kimi iki istiqamətlidirsə, biri nəqliyyat logistikadırsa, biri də xarici ticarət olmalıdır. Zaten bizim öz miqyasımız cəhətdən, yəni öz həzm etmə nöqteyi nəzərdən Çindən kifayət qədər məhsullar ixal edirik. Amma Çin elə bir ölkədir ki, biz gələcəkdə Çinlə nəinki viza liberallaşdırılması, o cümlədən gələcəkdə ticarətin də liberallaşdırılması nail ola bilərik. Gələcək illərdə ki, hansı ki, bu münasibətlər zaten həm viza münasibətləri gələcək illərdə həm də ticarət münasibətlərinin də liberallaşdırmasına təsir göstərə bilər. Həmçinin də Azərbaycan orta dəhlizin nəinki şərqdən qərbə, o cümlədən də Azərbaycandan şərq ölkələrinə getməsinə deməli müsbət təsir göstərə bilər. O cümlədən Azərbaycanın bir coğrafi mövqeyi də var ki, Cənubi Qafqazda, o mövqe digərləri ölkələrdə yoxdur. Bu hansı mövqedir? Bu reeksport, təkrar ixrac mövqeyidir. Bu təkrar ixrac mövqeyi yalnız Çin üçün deyil, həm də qərb ölkələri üçün də müsbətdir. Yəni əvvəlcə ipək yolları ki var idi, Çindən qərb ölkələrə gedir, qədim ipək yolları. Burada yanaşmalar nədən ibarət idi? Çinli tacirlər, sahibkarlar qərb ölkələrinə birbaşa getmirdilər. Onlar bir mərkəz seçirdilər, öz məhsullarını o mərkəzə gətirirdilər. Qərblilər də bu mərkəzə tərəf gəlirdilər. Yəni elə bir ki, elə Çinin özünə gəliblər. Yəni Çin məhsulları. Bunun üçün də bir sıra ölkələr dünya təcrübəsində nələr tətbiq edirlər? Azad vergi, azad rüsumsuz gömrük rüsumlarının olmadan və xüsusi bir şərait. Azərbaycanda o zona ələt azad sənaye zonasıdır. Yəni Çinli investorlar öz istehsallarını gəlib Azərbaycanda azad iqtisadi, azad sənaye, azad ticarət zonasında formalaşdıraraq məhsul istehsal edə bilərlər. Elə bil ki, elə o məhsulu Çində istehsal edirlər. Çünki burada o məhsulları investisiya qoyan zaman vergidən də azad olacaqlar. Onları eləyən zaman gömrük rüsumu da ödəməyəcəklər. Elə bilin ki, öz ölkələrində də onu ödəmirlər. Yəni, həm də idxalı gətirəcəklər. İdxal etdiyi zaman da həmin məhsullar rüsumsuz şəkildə gələcək həmin ərazilərə. Həmçinin Azərbaycandan xammal alıb onu istehsal edə bilərlər. Yəni, azad ticarət zonasından və yaxud sənaye zonası kimi də qeyd edə bilərik. Bu zonalardan ediləcək ixrac Azərbaycanın təkrar ixrac məhsulları siyahısına daxil olacaq və yaxud da Azərbaycanın elə ixracı kimi də biz onu qiymətləndirə bilərik. Bu, həm Çin Xalq Respublikasının investorları üçün də müsbət tendensiyadır ki, həm nəqliyyat nöqteyi nəzərdən Çindən qərb bazarlarına nəqliyyat vasitəsindən uzun yol gedənə qədər Azərbaycan üzərindən də qərb bazarlarına çıxa bilərlər. O cümlədən həmçinin Azərbaycanın coğrafi quruluşu mərkəzdə yerləşdiyi üçün qərb investorları da Azərbaycanda öz sənaye istehsallarını qurub Çin bazarlarında çıxa bilərlər. Bu baxımdan Azərbaycan həm ortada bir nəqliyyat hubuna çevirməklə Çinlə qərb bazarları arasında əsas koordinasiya, iqtisadi koordinasiya kimi müsbət rol oynayacaqdır. Aydındır. Nicat müəllim, bir məsələni də soruşmaq istəyərdim. Biz bilirik ki, Çin dünyanın güclü iqtisadiyyatı olan ölkələrdən biridir və ona görə də Azərbaycan üçün bu ölkə ilə tərəfdaşlıq etmək, əməkdaşlıq etmək maraqlıdır. Bəs Azərbaycan nəyə görə Çin üçün bu qədər maraqlıdır? Bəli, biz artıq mən dediyim məsələ ilə bağlı toxunduq. Azərbaycan miqyas nöqteyi nəzərdən, iqtisadi miqyas nöqteyi nəzərdən Çin bazarlarına, yəni Çinə ixrac etmək üçün daim olaraq səy göstərməlidir, cəhd göstərməlidir. Bu nəyə görədir? Bildiyiniz kimi Çin üçün əsas maraqlı bazarlar qərb bazarlarıdır. Bura Avropa İttifaqı bazarları, Körfəz ölkələri bazarları və o cümlədən Birləşmiş Ştatlar. Gəlin etiraf eləyək ki, əhali sayı 15 milyondan 20 milyondan aşağı olan ölkələr Çinin iqtisadi prioritetlərindən bir qədər aşağıdadır. Onlar daha milyonlarla, yəni 100 milyonlarla insanların olacaq alıcılıq qabiliyyəti olan ölkələri hədəfləyirlər. Amma təbii ki, Azərbaycan bu paydan öz payını götürməlidir və iqtisadi cəhətdən öz payını götürməlidir. Amma Azərbaycan da 1 milyarddan yuxarı alıcılıq qabiliyyəti olan bir ölkəyə ixrac həyata keçirdə bilər. Yəni Azərbaycan zaten miqyas nöqteyi nəzərdən bugün
Çinə ixrac etdiyi həcm potensialdan bir qədər aşağıdır. Amma bu potensialı daha da artırmaq mümkündür. Ki bizim bunun üçün hər cürə imkanlarımız var. Həm nəqliyyat nöqteyi nəzərdən. O cümlədən Azərbaycanın ən böyük, üzr istəyirəm, ən çox ticarət evləri Çində yerləşir. Bura həm Şanxay daxildir, bura həm Pekin daxildir, həm digər şəhərlər daxildir. Bura Azərbaycanın Made in Azərbaycan brendi adı altında istehsal olunan məhsullar daxildir. Bura Azərbaycanın içki məhsulları daxildir. Burada Azərbaycanın bir sıra ki, özəl sektora malik pərakəndə ticarət şəbəkələri ilə işləyən şirkətlər var ki, Azərbaycan məhsullarını xarici Çin deməli şəbəkələr, ticarət şəbəkələrinə paylaşdırma qabiliyyətinə və təcrübəsinə malikdir. Bu baxımdan Azərbaycanın Çinə ixracının artırılması ilə bağlı həm Çinin iqtisadi gücü var, çünki bizim apardığımız hesablamalar da onu göstərir ki, Çinin iqtisadi artımı Çin müsbət iqtisadi artım, yəni 5%-dan yuxarı bir artım hər dəfə göstərdiyi müddətdə bu Azərbaycanın qeyri-neft ixracına müsbət təsir göstərir. Bu deməkdir ki, Çində iqtisadi artımın artması əhalinin daha da rifah halının artmasına, investisiya dövriyyəsinin daha da artmasına və o cümlədən də Azərbaycan məhsullarına tələb yaradır. Bu gün Azərbaycan məhsullarının tərkib hissəsinə baxdıqda biz burada əsasən neft məhsullarının tərkib hissəsindən daha çox neft qoxusunu görürük. O cümlədən kimya sənayesi, plastik sənaye məhsullarına biz baxanda burada metanol görürük, burada polietilen, polimer görürük, karbamid görürük ki, Çinə göndərilir. Amma burada əsas bizim qarşımıza duran çağırış ondan ibarətdir ki, bu məhsulların ixrac tezliyini artırmaq lazımdır. Yəni, bu məhsulların bir növ illər üzrə müsbət trendə nail olmaq lazımdır. Bu proses uzun müddətli baxanda volatil xarakteri deyil, müsbət trendlə getməlidir. Və mən düşünürəm ki, Azərbaycan öz iqtisadi potensialını, həm istehsal potensialını, o cümlədən ixrac potensialını Çin bazarında formalaşdıra bilər. Bizim bunun üçün həm siyasi nöqteyi nəzərdən kifayət qədər imkanlarımız var ki, dövlət başçısı Çin Xalq Respublikası ilə qarşıya qoyduğu siyasi prioritetlər öz nəticələrini hər il davamlı şəkildə göstərir və o cümlədən iqtisadi nöqteyi nəzərdən bizim öz iqtisadi filiallarımız, qeyd etdim artıq ticarət evlərimiz, ticarət mərkəzlərimiz Çində var. Azərbaycan sahibkarlarının Çinlə bağlı kifayət qədər təcrübəsi var. Çin bazarlarına daxil olmaq üçün təcrübəsi var. Yetərli qalan ondan ibarət ki, sənaye istehsalının həcmini artırmaq, Azərbaycan məhsullarının Çin bazarlarındakı rəqabət qabiliyyətliyini, həm qiymət rəqabət qabiliyyətliyini, həm keyfiyyət rəqabət qabiliyyətliyini artırılması ki, bu da Çin istehlakçıları üçün alternativ şəkildə əlavə seçim imkanı olsun və Çin bazarında çox ölkələr var. MDB ölkələri, Cənubi Qafqaz ölkələri, Azərbaycanın qonşuluqda olan bütün ölkələrin Çin bazarında məhsul var. Azərbaycan həm bizim digər qonşu ölkələrlə ki, ticarət tərəfdaşlarımız, həm də rəqiblərimiz onlarla müqayisədə daha keyfiyyətli, daha rəqabətçil məhsul və o cümlədən daha yenilikçi, daha sofistika, daha innovativ məhsullar Çin bazarına çıxartmalıdır və Çin də miqyas nöqteyi nəzərdən elə bir iqtisadi bazardır ki, elə bir alıcılıq qabiliyyətidir ki, o bazarda davamlı şəkildə təşviq, davamlı şəkildə rəqabət qabiliyyətli məhsul o bazarda tez həzm olunacaq və tez götürüləcək. Bu baxımdan da mən düşünürəm ki, indiki bizim potensialımız, xarici ticarət münasibətlərimiz inkişaf eləyir. Amma bu hələ ki, Çinin idxalı hesabına bizim ticarət münasibətlərimiz inkişaf eləyir. Bizim zaten bir hədəfimiz də yoxdur ki, Çindən daha çox, idxalından daha çox ixrac eləyək. Bu bir növ iqtisadi cəhətdən də hələ ki mümkün deyil. Amma biz öz ixracımızı ən azı Çindən idxalımızın bir 15-20% həddinə qədər gətirib çıxarda bilərik. Bunun üçün də potensial var və mən əminəm ki, qarşıdakı illərdə Azərbaycan da həm sənaye, həm ticarət nöqteyi nəzərdən öz potensialını reallaşdıracaq. Çox sağ olun, təşəkkür edirəm sizə. Qeyd edim ki, biz Azərbaycan-Çin arasında iqtisadi münasibətləri müzakirə etdik. Müsahibimiz isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə idi. Orta gün bugünlük öz işini yekunlaşdırdı. Sabah yenidən görüşəcəyik.